Theodor Dreiser'in Cherry Bazı romanı kənddən böyük şəhərə gələn gənc bir qızın, Cherry Minber'in həyat yolunu təsvir edir. Cherry Chicagoya daha yaxşı yaşamaq ümidi ilə gəlir, amma tezliklə anlayır ki, böyük şəhərdə yaşamaq təkcə arzu ilə mümkün deyil. O əvvəlcə fabrikdə işləyir, lakin ağır əmək və yoxsulluq onu tez yorur. Bu zaman Cherry Druvarla tanış olur və onun himayəsinə keçir. Bu münasibət sevgidən çox yaşamaq ehtiyacından yaranır. Daha sonra Cherry Höstfordla tanış olur. Höstford cəmiyyət içində hörmətli bir adamdır. Amma Cherry ilə münasibəti onun həyatını tədricən alt-üst eləyir. Burada Dreiser mühüm bir fikri irəli sürür. İnsan bəzən səhv seçim etmir, sadəcə başqa çıxış yolu görmür. Höstford Cherry ilə birlikdə New Yorka qaçır, amma burada rollar dəyişir. Höstford işini, nüfuzunu, pullarını itirir. Cherry isə təsadüfən teatr dünyasına düşür, yavaş-yavaş uğur qazanır. Biri enir, digəri isə yüksəlir. Romanın fəlsəfi tərəfi məhz buradadır. Dreiser göstərir ki, cəmiyyət insanları əxlaqına görə yox, faydasına görə qiymətləndirir. Cherry yüksəlir, amma onun bu yüksəlişi onu xoşbəxt eləmir. O daha yaxşı həyat əldə edir, lakin daxili sakitliyə çata bilmir. Əsərin sonunda Cherry məşhur aktrisadır. Hər kəsin həsəd apardığı bir həyatı yaşayır. Amma o, rahat kresloda oturub yellənərkən belə, içində qəribə bir boşluq hiss edir. Dreiser bununla demək istəyir ki, maddi uğur insanın daxili ehtiyaclarını ödəyə bilmir. Cherry bacı bizə sadə, amma ciddi bir sual verir. Əgər insan istədiklərinə çatırsa, niyə yenə də narahatdır? Bu roman nə Cherry Minberi günahlandırır, nə də Höstfordu tam haqlı çıxardır. Dreiser sadəcə cəmiyyəti göstərir. Elə bir cəmiyyəti ki, orada ya qalxırsan, ya da itirsən. Amma hər iki halda insan olaraq tam olmursan. Theodor Dreiser'in Cherry Bazı romanı kənddən böyük şəhərə gələn gənc bir qızın, Cherry Minber'in həyat yolunu təsvir edir. Cherry Chicagoya daha yaxşı yaşamaq ümidi ilə gəlir, amma tezliklə anlayır ki, böyük şəhərdə yaşamaq təkcə arzu ilə mümkün deyil. O əvvəlcə fabrikdə işləyir, lakin ağır əmək və yoxsulluq onu tez yorur. Bu zaman Cherry Druvarla tanış olur və onun himayəsinə keçir. Bu münasibət sevgidən çox yaşamaq ehtiyacından yaranır. Daha sonra Cherry Höstfordla tanış olur. Höstford cəmiyyət içində hörmətli bir adamdır. Amma Cherry ilə münasibəti onun həyatını tədricən alt-üst eləyir. Burada Dreiser mühüm bir fikri irəli sürür. İnsan bəzən səhv seçim etmir, sadəcə başqa çıxış yolu görmür. Höstford Cherry ilə birlikdə New Yorka qaçır, amma burada rollar dəyişir. Höstford işini, nüfuzunu, pullarını itirir. Cherry isə təsadüfən teatr dünyasına düşür, yavaş-yavaş uğur qazanır. Biri enir,